Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hamınızı. Səhər yumurta istədi. Uşaqlar dünəndən yumurta istəmişlər ki, mama soğutma yumurta elə. Mən də elədim. İndi bunu limon qoyuruq biz içinə ki, çatlamasın. Duz demişlər, duz elədim. Gördüm duzla alınmır. Limonla da elədim, amma yenə də çatladı. Sonradan dedilər ki, bəs onu az xodda qoyursan yavaş-yavaş qaynayır, su isinir, yavaş-yavaş qaynayır, onda çatlamır. Gələn dəfə eləyəndə elə eləyərəm. Məncə yumurtadan asılıdır onun çatlamağı. Amma o üsulu da sınayacağam gələn dəfə eləyəndə inşallah ki, görüm onda da çatlamır ki, çatlayanda da pis olur, heç sevmirəm, içinə su dolur. Ona görə çalışıram ki, hər üsulu sınayım ki, təki yumurtalar çatlamasınlar, bütöv bişsinlər. Güllərimiz də artıq açıblar. Sizə də çəkmək istədim. Düzdür, çox açmasa da üstündə 3-4 dənə var. Amma hava belə də yağışlı keçir. Bəlkə də ondandır, bilmirəm niyə. Hələ ki bir neçəsi açıb, hamısı açmayıbdı. Mən də gözləyirəm, inşallah çoxlu açsınlar. Hər dəfə dərirəm, qoyuram evdə. Qəşəng olur, vazada qoyuram. Mətbəxdə mən iş görəndə yanımda güllər istəyirəm olsun. Adamın ürəyi açılır, çox qəşəng olur. Və beləcə bizdə, yadınızdadırsa, keçən vloqda paylaşmışdım, fətir bişirmişdik. Uşaqlar hamısını yemədi. Bizdə həmişə belə olur onsuz da. Şirniyyat çox vaxt elə axıra kimi yeyilmir. Ona görə dedim, belə qalıb, xarab olmasın. Onu suxari elədim. Belə şirniyyatları çox vaxt suxari eləyirəm, qalanda, uşaqlar yeməyəndə. Belə doğrayıram, nazik-nazik, duxovkada qoyuram. Astaxodda yavaş-yavaş qızarır, suxari olur. Onu daha yaxşı yeyirlər. Elədiyimin hamısını yedilər, heç bir dənə də qalmadı. Amma əgər bu fətir belə qalsaydı, suxari eləməsəydim, qalıb xarab olacaqdı. Heç biri də onu yeməyəcəkdi. Mən bir səhv iş görmüşəm. Bu orxideyanı bu qaba eləmişəm. Bilirəm ki deyəndə əslində bilmirdim. Buna elədim. Görürsüz, köklər də quruyur, yarpağı da saralır. Sonra mənə bu vloqa baxandan sonra yaxın adamlar yazdılar ki, WhatsAppda, bəs sən düz eləmədin. Bunun qabı şəffaf idi da. Deyir, elə o qabda da olmalıydı. Çünki deyir, bunun kökləri gün görməlidir. İndi mən də düşündüm ki, hələ ki elə qab tapana kimi bankada yoldaşımın xalası sağ olsun, o dedi ki, bəs belə bir bankaya heç olmasa hələ ki qoy ki, qoyunun kökləri havanı görsünlər. İstəmirəm bu orxideya yəni xarab olsun da, onu istəmirəm. Ona görə köklər də tökülür sırası. Bunu indi kameranı keçirmə eləyim. Görək hələ ki bu bankada qalsın. Elədim, buna tökdüm, tamam. İndi gedim bunun içine su alayım ağzına kimi. O içindeki taxtalar tamam suyu özünə çəkəndən sonra qalan suyu tökəcəm getsin. Çünki bunun altında bankanın deşikləri yoxdur deyə qabın özündə olmuşdu, öz qabında. Oradan elə bir ki su axıb gedirdi. Qalan su hansı ki lazım deyil axıb gedirdi. İndi bu bankaya alım. Hələ ki yaşıl kökləri var. Elə bilirəm ki xilas eləmək olar bunu. Baxın, yaşıl kökləri hələ də var. Ona görə hələ ki inşallah ki yaxşı olar. Gedim indi bunu suya qoyum. Bu qabı da hələ ki elə belə qoyum burada dursun. İçinə başqa nəsə əkərəm içinə. Bunlar da hələ ki belə durublar. Görüm quruyublarmı? Yox. Hələ ki yaxşı nəmdir torpaqları. 2 gün olar su vermişəm. Yaxşıdılar. Buna da baxın. Məncə yaxşıdılar. Yəni hə, yaxşı qalıblar şükür. Mən dedim ki, bunlar tutmazlar, amma tutdular. Bu çiçək açır deyirlər. İndi görək inşallah. Mənimki də çiçək açacaqmı?
İndi gen buna su doldurum. Mən bunun suyu doldurmuşdum ağzına kimi ki taxtalar özünə çəksinlər. Sonra bir yarım saat qaldı, suyunu boşaltdım ki taxta tamam özünə çəkdi də suyu. İndi baxıram ki yenə, bəlkə də burada görsəmir, belə eləyirəm, görürəm dibində yenə su var. O taxtalarda qalan o əlavə suları artıq çıxıblar. İndi onları da boşaldım ki qalıb çürümə olmasın. Çünki altında bunun deşikləri yoxdur, deyə oradan çıxa bilmir. Görürsüz necə saralıbdı yarpağı da. İnşallah ki düzələr. Heç nə olmaz. Düzələr, çiçək açar inşallah. Bir də burada nəsə çıxıbdı bizdə. Amma biz bunu əkməmişik də, özü çıxıbdı. Bilmirəm bu nədir belə. Ya otdur elə belə, ya nədir bilmirəm. Buradan çıxıbdı. İndi gözləyirik ki, kəsin görək nə olur. Məncə elə belə otdur. Adi ot oxşuyur bu. Avokadolarımız da elə burada durublar. Artıq 10 ildir. 10 ildir biz bunları əkmişik bu ikisini də. Görürsünüz necə uzanıbdı. Paçti patoloka deyəcəkdi birazdan. Amma meyvəsini vermir. Meyvə vermir. Deyirlər ki, bu qabı balacadır bunun. Buna daha yekə qab lazımdır ki, torpağı çox olsun, bu oradan qidalana bilsin də, meyvə versin. O da bundan da yekə qab biz hardan tapaq. Deyirəm, bəlkə əkək. Əkəndə də deyirlər, bu soyuğa davamlı deyil. Hava soyuyanda bu xarab olacaqdır. Ona görə hələ ki belə qalıblar. Görək nə edirik bunlardan. Amma meyvə verənləri var. Mən eşitmişəm, yəni avokado əkiblər, meyvə də gətiribdi. Prosta bizdə indi görünür qabı balacadır ona görə. Çoxdandır toz soranımı təzələmək istəyirdim. Çünki artıq 7 ilə yaxındır işlədirəm. 2019-cu ildə almışdıq. Artıq çox zəifləmişdi, yaxşı qəbənib, toz soranlamırdı. Bir neçə dəfə artıq xarab olmuşdu, onu biz aparmışdıq. Usta düzəltmişdi 2 dəfə. Usta düzəltmişdi. Ondan sonra da görürdüm ki, elə də yaxşı deyil. Qırılan yerləri var idi. Onu sifariş verdik. Dedilər ki, bəs gələcək. Artıq neçə vaxtı gözləyirik, gəlmir. Ona görə istədim yeniləyək. Dedilər ki, bəs LG-nin xarab olan yerləri çox çətin tapılır. Bizimki də LG firmasından idi. Ona görə elə dedim, gedək, ondan sonra təzəsini götürək. Artıq 7 ildir. Həmişəki kimi getdik kontaktda. Oradan biz nə olur, həmişə oradan alırıq. Elə dedik, toz soranı da oradan alaq. Elə 2019-cu ildə də oradan almışdıq toz soranımızı. Çox da yaxşı çıxdı, yaxşı idi. Sadəcə bir neçə dəfə artıq ustaya verəsi olduq. Çünki artıq neçə ildən sonra oldu. Hardasa 3-4 il işlədəndən sonra oldu. İndi ona görə elə dedik, gedək oradan götürək, yenə toz soranımızı seçək. Birinci evdə baxdıq, onların saytına girdik, baxdıq toz soranlara ki, hansıları yaxşıdır, hansını qiymətləri, hansı qiyməti münasibdir. Çünki elələri var idi, 1000 manatdan baha idi. Düzdür, xoşum gəldi, qəşəng idi, sadəcə çox baha idi. Ona görə birinci qiymətlərinə baxdıq, gördük ki, bizə uyğun qiymətdə olan var. Elə getdik, baxdıq. Orada da başa salırlar, nə necədir, hansı yaxşıdır, hansının üstünlüyü nədir. Yəni belə gedib mən alsaydım, heç yaxşısını seçməyəcəkdim. Elə baxdım ki, bu yaxşıdır, amma sonradan oğlan dedi ki, yox, əslində bu yaxşı deyil. Bunların gücü çox güclü deyirlər, zəifdir. Elə də yaxşı işləmirlər. Bir neçə müddət sonra amma lap zəifləyirlər. Bir neçəsi məsləhət gördü. Biz də onun içindən Samsung var, onu seçdik. İndi sizin üçün də çəkmişəm, göstərəcəm hansı toz soranı seçmişik. Bu köhnə toz soranı da gördüyünüz kimi buradan da belə iplə bağlamışdım. Çünki burasına bu çıxırdı, burada yeri var.
filtr deyirlər də, o çıxırdı. Ona görə onu skoçlamışdım da, burasında belə skoçun izi də qalıb. Hər nə eləmişdim, axırda iplə belə bağlamışdım. Bunu sifariş vermişdik. Bunun bir dənə bu 40 manata dedilər. Dedi heç nə olmaz, sifariş verdi, amma o da gəlmədi, tapılmadı. Ambarda yox idi. Ona görə tapılmadı. Elə belə işlədirdim. Yəni belə baxanda pis deyildi, işləyirdi. Sadəcə artıq zəifləmişdi, yaxşı çəkmirdi. Bir dənə xoşladığım burada bu idi ki, bu buradan belə azalıb çoxalan yeri var idi. İndi bunu da saxlayacağam. Təmizləyim, qoyum qırağa. Birdən o birisi toz sorana nə vaxtsa nəsə olsa bunu işlədəcəm. Belə. Amma təzədə budur. Təzədə budur. Bunda o yeri buradandır. Buradandır işlətmək yeri. Bu çoxaldırıq. Belə qəbə burada şəkili də var. Nəyə qoyub işlətmək çox yaxşıdır, güclüdür. Yəni kim istəsə, yəni məsləhətlidir, ala bilər. Boş firmasıdır. Boş firmasıdır.